Bəli, salamlayıram sizi. Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində marşalların növbəti təlimi keçirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Akademiyasındayıq və təlimin nəzəri mərhələsi davam edir. Burada yarış zamanı yarana biləcək yanğın və digər fövqəladə hallara operativ müdaxilə, eləcə də xilasetmə tədbirlərinin təşkili ilə bağlı marşalların bilik və bacarıqları təkmilləşdirilir. Təlimdən sonra praktiki məşğələlər də keçiriləcək və iştirakçılar mümkün fövqəladə vəziyyətlər üzrə müxtəlif ssenariləri tətbiq edəcəklər. Təlimin məqsədi marşalların hazırlıq prosesində yarış zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı daha ətraflı məlumatı almaq üçün sözü Bakı şəhər halqasının yanğın söndürmə komandasının rəhbəri Vüsal Rüstəmova verək. Vüsal müəllim, salamlayırıq sizi. Salam, hər kəs salamlayırıq. Burada hazırda marşallara hansı biliklər ötürülür? Demək, burada hal-hazırda əsaslı yanğın söndürmə təlimi keçirilir yanğın söndürən marşallara və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında. Və biz yarışa hazırlıq gedir. Bizim marşallarımız, yeni marşallarımız da var, köhnə marşallarımız da var. Yəni, köhnə marşallarımız biliklərini təkrarlayırlar, yeniləri isə yeni məlumat ötürürük. Hansı məlumatlar ötürürsünüz? Yanğın nümunələrini göstəririk. Trekdə hər hansı bir qəza ola bilər. Həmən qəzalarda trekə biz nə cür çıxmalıyıq, kimdən icazə almalıyıq və hansı balondan düzgün istifadə eləməliyik. Onun üçün də təlimlərimiz davam edir. İnşallah günün ikinci yarısı isə real olaraq əynimizi dəyişib, maşınları yandırıb və balonlarla yanğını söndürəcəyik. Təşəkkürlər ətraflı məlumat üçün, uğurlar sizə dərsinizdə. Təşəkkür ederim. Bəli, müsahibimizdə qeyd etdiyi kimi bu təlim prosesi iki hissədən ibarətdir. Nəzəri və praktiki hissədən və bir neçə dəqiqə sonra artıq praktiki hissəyə keçid edəcəyik və marşallara burada nəzəri formada keçdikləri qaydaları onlara əyani şəkildə nümayiş etdirərək təlim keçəcəklər. Hələlik mənim çatdıracağım son məlumatlar bunlar idi. Qarşıdakı xəbər buraxılışlarında daha ətraflı məlumatlara çatdırmağa çalışacağıq. Hələlik isə sözü yenidən studiya ötürürəm.